Doma qoy aparır, kamera baxmır ki. Ay qardaş, niyə tərs? Tərs kimi ayda 200 manat siqaret. Orada arvadlar var idi. Orasına burasına soxurdu. Orada produkt aparırdı. Gözəlin gətirib qarşısına kebabı qoyurdu. Heç gözəl o yemirdi. Arvadlar valla. Gözü tox qız olub həmişə. Mənim bir dəfə bir kişi ilə davam olub orada. Yoxsa ki var ya, hansı afisiyant desin ki, o afisiyantdır, axırandır, müdürdür. Desinlər ki, gözəl bizdən burada şey oldu. Vəsə çıxanda da ikəli görüşüb çıxmışıq hamımız. Profilinə yazın. Vəsə mən getməyəndə də zəng edirlərdi. Ay gözəl, harada qalmışsan? Nərmin, bir dəfə maşını elə bilə şlamına yuram çöldə iş vaxtı qutarı. Elə ki, iş vaxtı qutarı var, arvadların gedir. Gördüm bir dənə arvad nəsə ağır-ağır gedir. Getdim tutdum bunu, bildim nəsə soxubdur aparsın. Görən nə çıxır bundan, o ərinmiş yağ var, esmiş qoya, o nə bilim mən quru çay, nəmi nəsə də hoşuma. Deyirəm, yekə arvadsan, ayıb deyirsən hə. Mən sən deyirəm, yəni heç deyirəm, götür apar, get. Amma ayıbdır sənə, ağ bir şey arvadsan, nədir bu? Belə şeylər görmüşəm, neylərmi? Göz yummuşam, demişəm bu yaparsın, kasıb adamdır. Yəni, Amma mən çıxanda da, girəndə də. Demişəm ki, sunkama baxın. Axırı müdür üstümə qışqır ki, bir də mənə axırıncı dəfə sunka göstərsin, sən buradan qoruyacaq. Mənə göstərmə. Gir içəri işdən. Vəssalam. Gündən vaxt ki, günlərimiz gəlsin ay Allah. İş topa işir deyirdi. Gülmənlə yazın. dünya. İndi qoy hava açılmağını gözləyirəm. Açılsın rayon tərəflərə dəyəcəm, gəzəcəm. Ki, gecə saat 4-dən, 4-ün yarısı çıxırıq da axşam tərəfi işdən. 12-yə qədər, 1-ə qədər iş axtaracam. Hava Gözəl, nasıl? sən narahat olma, mən sənə iş tapacağam. Eşitirsən? Hə. İndi bir nəfər var, onunla danışacağım. Əgər o iş versə sənə 2 saat, 3 saat təndirdə 15 manat, 20 manat verəcək. Mən səni maşınla aparıb gətirərəm. Təndir çörəyi problem yoxdur, yaparam. Təndir çörəyi. Köməkçi, orada işçilər var. Problem yoxdur, yallah təndirə də yaparam. Hə. Haçarı belə deyir, gözəl, al getsin sür. Gözəl, Deyirəm indi süpürgəci işləyir, ikinci iş istəyir, 2-3 saatda ola belə. Süpürgədən çıxandan sonra geçsin ikinci iş işləsin. Biraz istəyir. ay dostlar, dolacağımız ağırdır. Çox ağırdır. Mən hər sözü deyə bilmirəm. Dolacağımız ağır. Hə? Mən açmayacaq ki. Qıyırını yazıb bir yer. Gözəl salam. Uğur. Aleyküm əssalam. Uğur, xoş gəldin. Bu soğunu koy şöyle iyi adamı boğur. Koy koy şöyle cavan şöyle. Ay, Tam yarıştı da. Yo, Füzuli də işləyir. Yox. Mobildir nədir? Oxuya bilmir, yox. Yaxşı ki, oxuya bilmirlər elə dostlar. Vallahi, oxuyub hesabləşməkdənsə elə oxumamaq yaxşıdır. Vallahi. Yaxşı ki, həyi.
Gətirdi siyahı dəftərini. Deyim bu. Gözəldir. Bu nə yazılıb ki? Bilirsən, deyirəm bala nə bilmir. Sən oxu da. Keçmişi işlədiyimizdə, ay aman. Nərmin, yaz da görüm ay Nərmin. Nərmin nə? Salam ürək. Necəsən? Yəni ki, Füzuliyə yazırsınız, yəni şeyə. Qırmızı ürək. Nə yazır ki mən? Heç nə, salam necəsiz yazırlar. Çox sağ ol, var ol, aleyküm salam. Füzuli işləyir, Füzuli işləyir, prosto Füzulini ötdə eləmir. Niyə yaxşı gələn qardaşımla deyim Gül, kartona görə gözəl qoyub, gözəlin telefonudur, bu Füzulinin telefonudur, qoy mən izah eləyim. Gözəlin telefonu yanıb, xarab olub, ustaya verib, ekranı yanıb. Usta da 100 manat pul istəyir. Deyirsə, ekran dəyişmişəm, o zakasla gəlib, bahalı şeydir. Zakasla Ona gətir. da gözəlin imkanı yoxdur, gözəl kredit ödəyir. Gözəlin aldığı maaş çox azdır. Yəni ona görə gözəl sizdən kömək istəyir, siz dəstəkçisiniz, izləyicilərsiniz. Sizdən xahiş eləyir, adamı bir manat, kimin gücü nəyə çatır da, atsın. Bilmirəm, 13 manat yığılıb, 14 manat yığılıb, nə olar? 10 yığılsın, o telefonu girsin, görsün, gözəl qalıb telefonsuz. Ona görə, başqa heç nə. Ya Allah. Belə. Neynəsin, siqaret çəkməsin. Və siqaret çəkir də, o da vacibdir. Siqaret çəkir də, alqaçlıq eləmir ki. İndi hamı siqaret çəkir də, kişi xeylağı çəkir. Gəlin ona da qarışın. Yəqin sən qadın xeylaqsan, çəkmirsən. O kişi xeylağı da çəkir. Neynəsin? Sigaret axmaq şeydir. Mən də Vallahi deyirəm, bir söz tapırsa yazmağa. Ücret sigaret çəkməyimə də muc qoyurlar. Deyir Füzuli siqaret çəkməsin. Sigaretə verdiyin pul o qədər versən deyirlər. O elə şeydir ki, o pulu varı yoxa baxmır da, o çəkir. Çəkir də. 14 yaşımdan, indi başlayacaq 40 yaşım var. 14 yaşımdan çəkirəm. O sigaret barəsində burada heç kəs mənim qabağıma qanun qoya bilməz. Hərə geçsin, o çöpün oynasın. Of yazır ki, pul yatın niyə çəkir? Yox. Nəsə. Dostlar, nə deyim sizə valla. Ona görə deyirəm ki, elə bu yazıqlar yaxşı oxuya bilmir. Valla oxumadansa oxumamağa yaşdır. Əlimizi qoyuruq qulağımıza. Burada çox şeyi səsləndirmirəm, sakit çatıram, səssizcə gedir. Valla, bunların qanını qaraltmıram, sakit çatıram. Soyuq oldu sən. Börün ağrıysa sən soyuq oldu. Larina xanım, necəsən? Deniz. Xanımlar, baxıram burada hamınız xanımsız. Seva. Bax, burada hamısı yazanlar xanımdır. 3 dənə burada çəkmirəm, xanımlar. ev var. 350 nəfərin içində 200 nəfər xanımlarsınız.
Gözələ dəstək olun. Xanım xanıma dəstək olmalıdır. Da indi bu kişilər deyək neyini? Bunlar ama siz heç olmasa dəstək olun. Gözəl o telefonu gitsin götürsün. Ne olar? Sən də biraz çox. Ne Belə olur? belə. Sən canım, qoy mən səni səssiz edeyim. Sən mən başım. Gecid. Sən sizə eləyirsən pırtlayıb çıxırlar. Aç blokayı bir adam birbaşa. Ya blok atanda sən də səhifən öləcək. Ha bunlar hansı bir blok? Ay canı sağ olsun. Canı sağ olsun. Necboları yoxa çıxartma. Heç nə düşünmür. Səni mən indi səssiz elədim axı. Sən kim çıxartdı buradan axı? Sən nə tərs çıxdın? Get. Bu nömrəyi bura niyə atırsan? Nədir buna da? Adı nədir onun? Rusi. Kimə lazımdır sən bu nömrə? Nəsə, yaxşı söz deyəcəkdim, ta demədim sən. Attım bloka. Nəsə. Gic millətdilər deyirəm. Nömrəsi yanğın Füzuliyə atıb da. Boş ver nəsə. Ki gecə gəlsin yanıma. Boş ver gitsin. Füzuli yanıb qırıb da qoymayın. Zor, mən çıxara bilsəm, mən çıxa bilmirəm. Mən çıxara bilsəm. Hə, yaxşı. Hər an baxanda yazdan sən gedək gələk ora inşallah. İnşallah. Allah işimizi aband eləsin. Amin. Amin. Sağ ol. Öyle qarşı. Allah'a emanet ol. Hanım, sən adın rus dilində nədir sənin adın deyən? Əlin istidir. Sənin evin qancın. Belə bəyəqlərim belə bu konuşdan. Yox, soymusun. Orada taxtanın üstündə biz. Kamilla, onlar ikisi də işləyir. Füzuli də işləyir, Gözəl də işləyir. Amma ikisinin maaşı elə 600 manat. 600 manat. Bu 600 manat mən 300 manat ayda Kamilala verirəm. 600 manat nədir ki? Gözəl elə 300 manat Füzulinin aylıq ödənişidir. Heç yetim ödəyə bilmir. Vallahi o taraz başlı bilmirəm. O taraz başlı nətər ödəsinə yetim, nəyə güc çatır onu ödəyir. Gözəldir, o da o qədər maaş alır. Onun da krediti var, nə morabı, uşağı var, oxumaq çətindir. Vallahi deyirəm ki, mən ayda 2000-dən yuxarı pul alıram, pul gəlir mənə. Mən çatdıra bilmirəm. Mən bəzən yesir qalıram. Bu adamlar 600 manat, 700 manat maaş alır ikisi. Onu nətər yaşasınlar? Nədir o? Deyirəm 2 kilo quz ət alırsan 50 manat. Elədir. Vallahi. Mən dünənlər yağ aldım. 4 kilo yağa 80 manat pul verdim. 80 manat. Davaya. Bununla nətər dolansın bu millət? Və yaxud bunlar. Necə dolansınlar oyuna? Allah atan əllər və qurban olum. İş yoldaşım, gəl çıx sən də. Ürəyimə quzu kəsmin, gəl çıx sən də. Sən də bizdən işləmirsən, gəl. Salam. Səhər üstə yağış yağır, işə çıxmayacağıq, gəl. Yağmasına çıxacağıq. Mara. Yağsın. Otaq ayrıblar. Nasıl müzik? Kərim. Nə bilməyim. Deyirəm ki, Kərim, o mənə çatmır, o mənə yetmir. Sən də deyirsən ki, sən çox imkanlısın. İndi imkanlı olmaq üçün gərək 3000 maaş alırsan ki, imkanlı olasan. 3000, 4000. Bunu bittim qoyarsın. Ağzına yatarsın. Sabah bədbaxt kimi elə bir ölüm adı gəlmişdi. Soydum yıxılı. Bundan. Yuxudan ayıldım. O başına sağ bağladı. Rənadır, nədir bu? Adam var, evinə heç pul gəlmir. O adam dördə, o yaşamır da. Vallahi, yəni ki, Ağlamın dibində. evinə pul gəlmir, adam nətər yaşayır? İndi hər şeyi pulla verirlər, pulsuz heç nə vermirlər adama. Mən dostlar, 3 gün bundan qabaq marketə girdim. Bir kişi alırdım da, yəni. Gördüm bir cavan gəlindi, onlar bir 26-27 yaşı, qucağında uşaq. Əlində 60 qəpik pulu var, 2 dənə çörək istəyir.
Dükançı ona bir dənə çörək verir ki, sənin pulun bir dənə çörək verir. Deyir nə olar acıqda 2 dənə çörək bir yavan ye. Deyir bizə çörək pulsuz verirlər ki, sənə də pulsuz verək. Mən ürəyim parça-parça oldu. Dedim nə qədər vicdansız insansan sən, düz-düzünə dedim. Oradan heç nə almadım. Aldıqlarımı da atdım onun üstünə. Xanımı çıxartdım, apardım o böyür mağazası var. Orada xanıma 20 dənə çörək aldım, verdim. Sonra nə bilim biraz produkt aldım, verdim. Biraz da pul verdim. Yəni biz insanıq, nə olar? Axı bizim vicdanımız var. Heç olmasa İnsan vallahi bu dünya. Mənim babamın 87 yaşı var idi. 200-dən yuxarı qoyunu var idi. Kişi 11-in kəsib yemirdi. Xəbis adam deyirdim baba kəs ye. Ay baba niyə özündən aparmazsan? Budur. Deyirdi yox bala yox. Belədir filandır, bəhməndir. Bir dəfə də çomağı vurdu, barmağımı sındırdı. Valla quzu kəsmişdim. Öldü getdi, nə oldu? Bala quzumun hamısı kəsiyor, pərəm-pərəm oldu, itdi batdı. Heç kim heç nə aparmır. İş nə? Heç bu dünyada hiçbir şeydə gözüm yoxdur. Otururam, dururam Allaha yalvarıram ki, ya Rəbbi, məni heç kimə möhtac eləmə. Cibimdən pulum əksik olmasın. Amin. Arxamda pul istəmirəm. İstəmirəm mənim arxamda bir qəpik pul olmasın, amma cibimdən əksik olmasın. Çətindir. O seyir, valla, mən çox eləmişəm onu. Çox. Mən bir dəfə bazardan ət alırdım. Bir də mən qış ayında bu xaşı çox sevirəm. Xaşla qarın var, onu bizdə qatışdırıb bişirirlər. Çox qəşəng olur da, qəşəng dadı olur onun. Yenə də eləncə bir cavan gəlin idi, bir də yoldaş idi böyründə. Qarın alırlar, qarın. Qarın da 2 manat, 3 manat da. İndi pulları yoxdur. Qardaş deyir ki, bəs şeydir, qəssaba. Deyir, bəs pulum